Heykəltaraşlıq barədə düşünəndə, yəqin ki, sizin də gözünüzün önünə illərlə bir mərmər parçasını yonan sənətkar gəlir. Yəni, yavaş-yavaş, səbirlə. Millimetr necə deyərlər? Hə, tam olaraq. Bəs o mərmər parçasının düz 1/3-ni cəmi bir neçə aya kəsib ata bilsəydiniz, Milyazda qarşıma çıxan bir xəbər məni tam da bu barədə düşünməyə vadar etdi. Bugün sizinlə birlikdə bu kəskin fiziki dəyişikliklərin, belə deyək, dərin təhlilini aparacağıq, həm pərdə arxasına baxacaq, həm də psixologiyasına. Çünki rəqəmlər həqiqətən də inanılmazdır. Söhbət müğənni Elçin Hüseynovun Qonaq Qanlı proqramındakı, yəni o açıqlamasından gedir. Təsəvvür edin, o cəmi 4 ay ərzində düz 36 kiloqram çəki atıb. 36 kiloqram. Yəni, bir dəqiqə, bu yanınızda əyləşən 10 yaşlı bir uşağın çəkisini bədəndən qoparıb atmaq kimidir? Düzdür, çox nəhəng rəqəmdir. Amma gəlin reallıqla üzləşək də, insan bədəni nə qədər idman etsə, nə bilim nə qədər ac qalsa da, bioloji olaraq bu sürətlə bu qədər kütləni yox edə bilməz axı. Nə baş verir burada ümumiyyətlə? Baş verən odur ki, prosesin mərkəzində sadəcə iradə və ya bitməyən məşqlər dayanmır. Yəni, burada tibbi müdaxilə var. Mənbəmizdə də qeyd edildiyi kimi ifaçı mədə kiçiltmə əməliyyatı keçirib. Aha, deməli cərrahiyyə. Hə, bu bədənin təbii qaydalarını, necə deyərlər, sıradan çıxaran və qısa yolla bioloji sistemi yenidən proqramlaşdıran bir müdaxilədir. Yaxşı, cərrahiyyə başa düşüldü. Mədə kiçilir, amma mədənin kiçilməsi sadəcə daha az yemək deməkdir də, elə deyil? Daha az yeməklə 120 günə 36 kilo necə əriyə bilər? Sadə riyaziyyatla hesablayaq, yəni bu günə təxminən 300 qram xalis yağ və əzələ itkisi deməkdir. Bəli, bu çox aqressivdir. Hə, mədənin sadəcə fiziki həcminin kiçilməsi necə belə aqressiv bir reaksiyaya səbəb olur? Çox gözəl sualdır. Çünki məsələ sadəcə fiziki tutumun azalmasında deyil. Bunu belə təsəvvür edin. Sizin böyük bir yük maşınınız var. Aha. Və onun o nəhəng yanacaq çənini anidən çıxarıb kiçik bir motosiklet çəni ilə əvəz edirsiniz. Motor yenə eyni gücdə işləməlidir, düzdür? Təbii ki. Amma gələn yanacaq çox azdır. Bədən bir növ panikaya düşür və ayaqda qalmaq üçün məcburən illərlə o baqajda yığdığı nəhəng ehtiyatı, yəni bədən yağlarını aqressiv şəkildə yandırmağa başlayır. Bundan əlavə... Yəni tam bir bioloji şok. Tam olaraq şok. Bundan əlavə, burada çox ciddi hormonal dəyişiklik də baş verir. Mədənin kəsilib çıxarılan o hissəsi aclıq hormonu olan qrellinin əsas istehsal mərkəzidir. Yəni sən sadəcə az yemirsən, həm də kimyəvi olaraq artıq əvvəlki kimi acmırsan. Oha, deməli bədəni, belə deyək, öz-özünü yeməyə məcbur edirlər. Çox radikal və füsunkar bir bioloji mexanizmdir bu. Elədir. Amma mənim üçün ən maraqlısı budur ki, bu qədər ağır, ekstremal prosesdən keçdikdən sonra belə məsələ bitmir. Çünki məqalədə ifaçının bir cümləsi xüsusilə diqqətimi çəkdi. O deyir ki, 10 kiloqram da çəki atsan bəsimdir. Yəni, bir də elə. 36 kilo onsuz da devasa bir rəqəmdir axı. Tibbi cəhətdən o qalan 10 kilonu da atmaq istəyib bədən üçün təhlükə siqnalı çalmamalıdır. Bax, açığı əsl böhranda elə burada başlayır. Tibbi olaraq müəyyən bir ideal çəki indeksi var, düzdür. Lakin bu cür kəskin dəyişimlər zamanı beynin bədəni qavrama sürəti ilə... Fiziki dəyişim sürəti eyni olmur yəqin ki. Ay sağ ol. Eyni olmur. Üst-üstə düşmür ümumiyyətlə. Bədən çox sürətlə kiçilir, amma beyin hələ də o köhnə formanı, əvvəlki bədəni xatırlayır. Buna görə də hədəf həmişə sürüşür. Vay, yəni heç vaxt tam razı qalmırsan? Elədir. 36 kilo gedir, amma güzgüdəki o mükəmməl mənzərəyə çatmaq üçün sanki həmişə bir 10 kiloqramda çatmır adamın gözündə. Hədəf xəttini dayanmadan irəli çəkirlər də, belə çıxır ki. Yəni, cərrahın işi yalnız mədədə baş verir, amma sən demə, sağalması ən uzun çəkən orqan əslində beyinmiş. Çox dəqiq vurğuladınız. Çünki 4 aya bədəninin çox böyük bir hissəsini itirirsən, amma psixoloji olaraq o bəsimdir dediyin nöqtəyə bir cür çata bilmirsən. Və bilirsən, bu yalnız məşhurlara aid deyil. Yəni biz kənardan baxıb ani, sürətli, qüsursuz bir transformasiya görürük. Amma o möcüzəvi nəticənin altında yatan bioloji panikadan və xüsusən də o psixoloji uyğunlaşma prosesindən açığı xəbərsiz oluruq. Bədənin qısa yolla dəyişdirilməsi o demək deyil ki, zehni transformasiyada dərhal bitir.
Deməli, əməliyyat əslində bir neçə saata bitir, amma insanın özü ilə mübarizəsi məhz o an başlayır. Təsəvvür edin, 36 kiloqramlıq nəhəng bir fiziki itki və onun dərhal arxasınca gələn yeni bir 10 kiloqramlıq hədəf. Tam olaraq belədir. Və burada bayaqki o heykəltaraşlıq məsələsinə qayıtmalıyıq. Cərrahiyyə kimi belə aqressiv və ağır bir alətlə qısa müddətdə bədəndən bu qədər böyük bir kütləni qopardıqdan sonra insan mütləq bir anlıq dayanmalı və özünə sual verməlidir. Aha, nə sualı? Yəni, geriyə qalan o əlavə, güya ki, sadəcə 10 kiloqram hədəfi doğrudanmı orqanizmin fiziki ehtiyacıdır, yoxsa bu artıq insan psixologiyasının heç vaxt bitməyən mükəmməllik axtarışıdır? Bax, əsas sual budur. Doğrudan da çox düşündürücüdür. O yonma prosesi əslində nə vaxt dayanır? Bugün biz bu dərin təhlili məsələ bu sualla yekunlaşdırır və sizi öz düşüncələrinizlə baş-başa buraxırıq. Görəsən, güzgüdəki mənzərəni dəyişmək daha asandır, yoxsa beynimizdəki o çatılması qeyri-mümkün olan idealı? Vaxt ayırdığınız üçün təşəkkürlər. Hələlik özünüzə yaxşı baxın.